Heydər Əliyev adını daşıyan nüfuzlu bir təhsil ocağının direktoru Sevinc Orcovanın adı ətrafında səngimək bilməyən qalmaqallar artıq yeni bir mərhələyə qədəm qoyub. Ortaya çıxan son iddialar və yayılan səs yazıları liseyin təhsil müəssisəsindən çox şəxsi biznes strukturuna çevrildiyini sübut edir. Təhsil media xəbər verir ki, əldə edilən səs yazılarından aydın olur ki, Sevinc Orcova müəllimlərə bütün 11-ci sinif şagirdlərinə yüksək qiymət yazmağı qəti şəkildə qadağan edib. Bu süni qiymət qatılığının arxasında duran məqsədi isə olduqca rəzildir. Yüksək qiymət almaq istəyən şagird və valideyn mütləq direktorun qəbuluna getməlidir. Təhsilin keyfiyyəti deyil, direktorun şəxsi maraqları şagirdlərin illərlə çəkdiyi zəhmətin taleyini həll edir. Liseydə daha bir qanunsuzluq mexanizmi davamiyyət üzərində qurulub. Direktorun sağ əli və qara kassası hesab olunan Firuzə Məmmədovanın koordinasiya etdiyi bu sistemdə dərsə gəlməmə faktiki olaraq rəsmi rüşvət tarifinə bağlanıb. Yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində 1500-2000 aziyyə məbləğində pul tələb olunur. Bu məbləği ödəyə bilməyənlər isə saxta ittihamlarla şərlənir, qiymətləri qəsdən kəsilir və məktəbdən uzaqlaşdırılır. Bundan əlavə Sevinc Orcovanın qara kassası Firuzə xanımın səs yazısında qeyd olunur ki, məktəblinin dostu və polislər davamiyyəti yoxlanılır. Bütün 11-lərin davamiyyəti bərpa olunsun və problem yaratmasınlar. Təhsil media bildirir ki, qanunsuzluqlar bununla da bitmir. Sevinc Orucovun rəhbərliyi altında liseydə hər bir addım vergiyə cəlb olunub. Məktəbə qədər hazırlığa gələn uşaqların sayı dövlət orqanlarından gizlədilir. Müəllimlərin yanına hazırlığa gələn hər bir şagird üçün isə 15-20 manat arası pay yığılır. Uşaq birliyi rəhbəri Firuzə Məmmədovanın əli ilə həyata keçirilən bu yığım faktiki olaraq müəllimləri və valideynləri istismar etməkdir. Heydər Əliyev adlı lisey kimi strateji əhəmiyyətli bir müəssisənin bu cür çirkin iddialarla gündəmə gəlməsi təhsil sistemimiz üçün utanc vericidir. Sevinc Orcova və onun komandasının qurduğu bu rüşvət piramidası liseydən kütləvi şagird köçünə səbəb olub. Aidiyyatı qurumların bu açıq qanunsuzluqlara, səs yazmalarına və valideyn şikayətlərinə nə zaman reaksiya verəcəyi isə hələ də sual altındadır. Təhsil rüşvətin girovuna çevrilməməlidir. Rəna Rövşənqızı, Bölgə TV. Zaman şagirdlərin və dərs deyən müəllimlərin nəzərinə məktəblinin dostu və polis məktəblərdə 10-11 siniflərin davamiyyətini yoxlayır, eyni zamanda çantaları yoxlayır. Bununla bağlı olaraq davamiyyət bərpa olunsun, eyni zamanda su içmək məqsədi ilə, kitabxanaya getmək məqsədi ilə və yaxud digər hansısa bir məqsədlə bağlı, hansısa bir müəllimin yanında olan şagirdlərə göstəriş verilən kimi ki, hər kəs öz sinifinə getsin, çox təcili siniflərə gedin. Dərsdə zəif olar, sərçələməyən uşaqların qiymətləri hepsi var. 5-4 oluyurdur. Hepsi bir uşağın qiyməti 5-4 oluyurdur. 11-lərə aiddir. Ayten oldu 5 istəyən, 4 istəyən sən İstanbul qəbulda imkanı verəcəklər. Baxınızdan deyil. Sən İstanbul qəbulda yatamışsın. 5 istəyən, gəlib imkanı verəcək. İmkanı verəcək.